62-ci ildə bu maşını hədiyyə olaraq veriblər. Bu maşın tək təkarlarla evdə olub. Cəmaatın xeyrində şəhərində olub. Sonra da qaçqınçılıq dövrü 30 illik dövrdə də Bakı şəhərində bu maşını orada mən yaşatdım. Yəni gətirib çıxarmışam bura. Mən 1949-cu ildə Füzuli rayonunun Yalpərəmədi kəndində anadan olmuşam. Allah hamımızın balanı salamat eləsin. Mənim 6 qızım var, 16 nəvəm var. İl yarıma yaxındır ki, Füzuli rayonunda məskunlaşmışıq. Çox özümü yaxşı hiss eləyirəm. Füzuli rayonundan bizim kəndi Pirəhmətdir. Bu yolu gedirik biz, çox yüksək səviyyədə də buranı inşa eləyiblər. Rahat yoldur, 9 kilometrdir. İndi biz birlikte gedirik, hemen o bizim kəndə, Yalpərəmədi kəndinə. Yəni tarixi bir kəndimizdir də, bunu babalarımız, kökümüz, nəslimiz hamısı oradandır. Bura Füzuli rayonunun bayaq dediyim Yalpərəmədi kəndidir. Bax, ora Qaryağdı dağıdır. Bura çox maraqlı bir kənd olub. Bura başqa kəndlər kimi burada hamısı qohum-əqrəbə olub. Qıraqdan gələn olmuyor. Burada tarixi insanlar olub ki, belə ağsaqqal, ağbıçəklər olub. Ondan sonra burada hər rayonda olsaq da biz sonralar hər həftədə demək olar ki, bir dəfə gəlirdi kəndə. Füzulidə o vaxtlar ətraf rayonların hamısı özü təsdiq eləyər. Rayonların, o aran rayonların hamısı gəlib Füzulidə istirahət edirdi. Hürmətlə hamı rayonda olsaq da biz sonralar hər həftədə demək olar ki, bir dəfə gəlirdi kəndə. Kənddə babam gəlirlər. Burada gələndə bizi qonaq çağırırdılar, dəvət edirdilər. Heç bir günlüyə gəlirdi ki, bizi həftə ilə buradan buraxmırdılar. Toylarımızın hamısı o qədər gözəl toylarımız olurdu. Hər bir şey, gözəllik hamısı var idi da. Yəni biz onları keçib gəlmişdik. O məktəbi elə bir ki, tələbələriyik. 30 ildə işğal altında olan torpaq az iş olmadı. Bu elə-belə deyildi ki, 30 il işğal altında olan torpaqları alınsın. Bundan gözəl nə ola bilər? Mənim həyatımın bu vaxtından sonra mənim üçün çox əla.